Ağ bayraq gördükdə çoxlarının ağlına dərhal sülh və ya təslim olmaq gəlir. Amma bu simvolun tarixi düşündüyünüzdən daha mürəkkəb və maraqlıdır. Ağ bayraq hər zaman məğlubiyyət mənasına gəlmir. Bəzən sadəcə danışıqlar istəyi və ya müvəqqəti atəşkəs üçün də bir işarə ola bilər. Tarixi qeydlərə görə eramızdan əvvəl 200-cü illərdə və eramızın 69-cu ilində Romalılar döyüşmək istəmədikdə ağ yun lentlər və zeytun budaqları ilə meydana çıxırdılar. Ağ rəng o dövrdə tanrılardan mərhəmət diləmək anlamında da istifadə olunurdu. Yəni bu həm dini, həm də strateji bir seçim idi. 1578-ci ildə İngilis dənizçi George Best İnuit xalqının barış üçün heyvan bağırsağından tikilmiş ağ bayraq dalğalandırdığını yazır. Bu da göstərir ki, ağ bayraq yalnız müharibə zamanı deyil, ümumilikdə barış niyyəti üçün istifadə olunub. Ağ və boyasız parçalar döyüş meydanında asan tanındığı üçün tez-tez istifadə olunurdu. Amerika Birləşmiş Ştatları vətəndaş müharibəsi zamanı General Lee təslim olmaq istəyəndə əsgərlərdən biri sadəcə bir mətbəx dəsmalını ağ bayraq kimi istifadə etmişdi. Həmin dəsmal bu gün də Smithsonian muzeyində sərgilənir. 1899-cu ildə keçirilən Haqa konfransında isə ağ bayraq daşıyanlara toxunulmaması qayda halına gətirildi. Lakin bu hüquq sui-istifadə olunarsa qoruma qüvvədən düşür. 20-ci əsrdə xüsusilə dünya müharibələri zamanı ağ bayraq mesaj ötürmək üçün çox istifadə olundu. Məsələn, 1914-cü ildəki Milad atəşkəsi zamanı Alman əsgərləri "Kamarad" deyə qışqıraraq ağ bayraq dalğalandırmışdılar. Müasir münaqişələrdə insanlar "mən düşmən deyiləm, zərər vermə" mesajını vermək üçün ağ bayraqdan istifadə edirlər.